Aprel döyüşlərinin əfsanəvi qəhrəmanı, xüsusi təyinatlı qüvvələrin geziri Pəncəli Teymurovun şəhadətinin 9-cu il dönümüdür. Şəhidin xatirəsi doğulduğu Astaranın Əzərüt kəndində anılıb. Qeyd olunub ki, vətənini, torpağını canından çox sevən Pəncəlinin həyat yolu böyüməkdə olan nəslə örnəkdir. Hər kəsin yaddaşında toy günündə özünə şəhadət arzulamaqla qalan cəsur döyüşçü düşmənin kabusu idi. O, hələ 2015-ci ilin iyununda Kəlbəcərdə xüsusi əməliyyat zamanı Ermənistana məxsus hərbi texnika, ağır artilleriya və 20-dən artıq hərbçinin olduğu avtomobili partladaraq məhv edib. Sağlığında igidliyə görə şəhadətindən sonra isə vətən uğrunda medalları ilə təltif olunub. Bütün şəhidlərimizin ruhunu təşəkkür edirəm. Ondan qürur duyuram. Hər zaman qəhrəmanlıq salnaməsi yazıb, döyüşdə hər zaman aktiv fəaliyyətlər göstərib. Pəncəli sevənlər Pəncəlinin xatirəsini daim əbədi saxlayırlar, gələcək nəsil ötürürlər. Şəhidimizlə 2000-ci illərdən ta şəhid olduğu vaxta qədər bərabər xidmət yolu keçmişik. Şəhidimizin haqqında bugün nə qədər danışılsa da onun qəhrəmanlığından, onun etdiyi şücaətin qarşısında, yanında çox kiçik qalır. Bugünkü gündə də burada da şahidlik edirik.